Salam, hər vaxtınız xeyir. Əziz üçüncülər, videonu izləyən valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video isə cümlənin məqsədə görə növləri haqqında olacaq. İlk öncə mövzu üzrə kiçik bir izah verəcəm. Daha sonra test və didaktik çalışmalarına birlikdə baxacağıq. Gəlin vaxt itirmədən uşaqlar, başlayaq dərsimizə. Amma kiçik bir xatırlatma eləmək istəyirəm ki, onlayn ödənişli dərslərimizə qoşulmaq istəyirsinizsə 050 500 47 42 nömrəsi ilə əlaqə saxlayıb dərslərimiz haqqında ümumi məlumat ala bilərsiniz. İndi isə vaxt itirmədən başlayaq. Deməli uşaqlar, cümlənin məqsədə görə növləri nə deməkdir? Deməli biz balaca siniflərdən də, yəni ikinci, birinci siniflərdən də başlamışıq bunu öyrənməyə, amma yavaş-yavaş tədricən öyrənirik. Hər bir cümlə müəyyən məqsədlə deyilir. Yəni hər bir cümlənin bir məqsədi, bir mahiyyəti olur da, düzdür? Cümlənin ifadə etdiyi fikir, xəbər, sual və ya əmr şəklində ola bilir də. Biz bilirik, xəbər cümləsi var, sual cümləsi var, nəqli cümlə var. Baxın, bu məqsədlə deyilir. Yəni tərif buna görə uyğun gəlir ki, cümlənin ifadə etdiyi fikir, xəbər, sual və ya əmr şəklində ola bilir. Cümlənin məqsədə görə 3 növü var. Cümlənin məqsədə görə 3 növü var. Nəqli cümlə, sual cümləsi, əmr cümləsi. Deməli, nədir nəqli cümlə? Uşaqlar, xəbər məlumat vermək üçün istifadə olunan cümlədir. Yəni, müəyyən məlumatı, xəbəri vermək üçün istifadə olunan cümləyə nəqli cümlə deyilir və sonunda nöqtə işarəsi qoyulur. Yəni, durğu işarələrini biz bilirik də. Bu nəqli cümlənin sonunda da nöqtə qoyulur. Sual cümləsi cavab tələb edir. Yəni, sual verirsən, cavab tələb edirsən. Buna görə də sual cümləsinə deyilir ki, cavab tələb edən cümləyə sual cümləsi deyilir. Sonunda biz bilirik ki, sual işarəsi qoyulur. Əmr cümləsi isə göstəriş, tapşırıq vermək üçün. Əmr vermək demək biraz qəribə çıxır uşaqlar. Ona görə də tərifi belə qoyaq ki, göstəriş, tapşırıq vermək üçün qurulan bir cümlədir. Sonunda da eyni ilə nəqli cümlə kimi nöqtə qoyulur. İndi isə uşaqlar, qısa məlumatdan sonra gəlin testə birlikdə baxaq. Daha sonra başlayaq çalışmalara. Deməli, birinci sualda bizə deyir ki, sual 1-də bizə deyir ki, nəqli cümlənin sonunda hansı durğu işarəsi qoyulmalıdır? Nəqli cümlə biz dedik ki, nöqtə qoyulur sonunda. Cavabımız A variantı. İkinci sualda bizə deyir, sual cümləsi hansıdır? Durğu işarəsini ona görə buraxıb ki, uşaqlar, yəni sonunda sual işarəsi qoyulsa, biz test taparıq. Ona görə də durğu işarəsini buraxıb ki, biz özümüz tapaq. Qarabağ Azərbaycandır. Nida. Adil stəkanı yerə qoy. Bu əmr cümləsidir. İmtahan nə zaman bitəcək? Sual verir. Testləri yazıb bitirdim. Bu isə məlumat bildirən, yəni nəqli cümlədir. Deməli, sual cümləsi hansı oldu? Sual cümləsi oldu C variantı. Üçüncü tapşırıqda bizə deyir, hansı cümlə məlumat vermək məqsədi ilə işlənir? Mən dedim axı, məlumat vermək üçün işlədilən cümlə nəqli cümlədir. Cavabımız C variantı. Verilmiş cümlənin sonunda hansı durğu işarəsi qoyulmalıdır? Deməli, verilmiş cümlənin sonunda hansı durğu işarəsi qoyulmalıdır? Kəmalə, dərslərini oxu. Yəni, əmr cümləsidir. Yəni, nöqtə qoyulmalıdır. 5-də bizə deyir, hansı fikir doğrudur? Sual cümləsi məlumat vermək məqsədi ilə verilir. Xeyr, sual cümləsi cavab tələb edən cümlə növüdür. Bu səhvdir. Əmr cümləsi tapşırıq verir. Bəli, tapşırıq verir. Sual cümləsinin, burada sizi çaşdıra bilər ki, əmr cümləsi adı üstündədir də əmr vermək üçün. Xeyr, tapşırıq vermək üçün. Biz nə dedik? Göstəriş, tapşırıq vermək üçün istifadə etdiyimiz cümlə növüdür. Sual cümləsinin sonunda nöqtə qoyulur. Xeyr, sual cümləsinin sonunda sual işarəsi qoyulur. Nəqli cümlə məlumat almaq üçün verilir. Məlumat almaq üçün verilən cümlə sual cümləsidir. Yəni, burada doğru olan B variantıdır.
Daha sonra 6-cı tapşırıqda bizə deyir, verilmiş cümlə haqqında hansı fikir doğrudur? Durğu işarəsi buraxılıb burada da. Baxırıq. Bəxtiyar Vahabzadə 1925-ci ildə anadan olmuşdur. Sadəcə məlumat verdi bizə. İnformasiya bizi ötürdü. Bu da nə olacaq? Təbii ki də nəqli cümlə olacaq. Yəni heç düşünmədən nəqli cümləmizi işarələyək. Hansı cümlənin sonunda nöqtə qoyulmalıdır? Baxırıq. Sabah hava necə olacaq? Sual verir bu bizə. Bu sual işarəsi. Dünən yağış yağıb. Məlumat verdi. Nöqtə. Niyə sabah parka getmirik? Sual işarəsi. İlk film nə zaman çəkilib? Sual işarəsi. Deməli, məlumat, yəni nöqtəli cümlə hansı oldu? B variantında olmuş oldu. 8-ci tapşırıqda bizə deyir. Nöqtələrin yerinə hansı cümlə uyğun gəlir? Dünən hansı filmə baxdın? Aha, sual verilibsə, sual cümləsidirsə, deməli cavab tələb edən cümlədir. Yəni biz ona cavab verməliyik qarşı tərəfə. Anam bazara getdi. Ola bilməz. Mənə sual verir axı, dünən hansı filmə baxdın? Telefonda filmə baxdıq. Baxırıq. Telefon bizə sual vermir ki, filmi harda izlədin? Bu da ola bilməz. Qələmim qırıldı, əlaqəsizdir. Sehirli xalat filminə baxdım. Aha, dünən hansı filmə baxdın? Sehirli xalat filminə baxdım. Cavabımız olacaq D variantı. Ümidvaram ki, aydın oldu bu hissə. Keçirik cümlənin məqsədə görə növləri olan çalışmalara. Cümlələrin məqsədinə görə növlərini müəyyən edin. Bir-bir müəyyən edək. Birdə deyir. Aha, hansı ev heyvanlarını tanıyırsan? Təbii ki də sual cümləsidir bu. Sual. Zibili yerə atma. Baxın, zibili yerə atma. Tapşırıq verir. Ona görə əmr olacaq. Əmr. 3. Dovşan sürətlə qaçan heyvandır. Məlumat verdi bizə, düzdür? Ona görə olacaq nəqli. Nəqli. Dəvəquşu neçə il ömür sürür? Sual verir də bizə. Sual. Bu olacaq sual. İkinci tapşırıqda bizə deyir. İkinci tapşırıqda görək bizə nə deyir? Deməli, verilmiş cavablara uyğun sual cümlələri yazın. Aha, deməli, sarı rəngdir. Biz elə bir ki, kitabda cavab yazılıb, biz sadəcə sual verəcəyik. Yəni, sual cümləsi quracağıq. Yaxşı, hər kəsin öz fikrinə qalıb bu. Kim necə istəyir cümlə qura bilər, amma mən yenə də hər ehtimala qarşı cümlə qurum. Verilmiş cavablara uyğun sual cümlələri yazın. Mən də qısa bir cümlə quracağam. Sarı rəngdir. Belə deyim, şar nə rəngdədir? Şar nə ya da hansı rəngdir? Rəngdədir. Sual verdim, cavabı da sarı rəngdir. Kino 3 saat davam edəcək. Kino neçə saat davam edəcək? Kino neçə saat davam edəcək? Qısa yazıram. Dünən getdi. Belə deyim. Əmin nə vaxt getdi? Nə vaxt getdi? İndi qısa yazıram, yəqin ki, başa düşərsiniz. Bağa çiçəklər əkdi. Baban nə etdi? Nə etdi? Bağa çiçəklər əkdi. Baxın, bu formada olacaq. Üçüncü tapşırıqda bizə deyir, cümlələrin sonuna uyğun durğu işarələrini qoyun. Biz bildik ki, nəqli cümlə nöqtə qoyulur, sual cümləsində sual işarəsi qoyulur, əmr cümləsində də nöqtə qoyulur. Ən sevdiyin yemək hansıdır? Sual verir, sual işarəsi. Tez olun, evə gəlin. Əmr, tapşırıq. Deməli, nöqtə qoyulmalıdır. 3-də, Səbinənin oxusu sürətlidir. Məlumat verir, nöqtə. 4-də, neçə yaşın var? Sual. Bu formada olmuş olacaq. 4-cü tapşırıqda bizə deyir, verilmiş sözlərdən istifadə edərək nəqli, sual və əmr cümlələr düzəldib yazın. Nəqli cümlə.
Bunu elə bil ki, uşaqlar verilmiş sözlərdən istifadə edərək nəqli sual hər sözə uyğun 4 sözdür. Hər sözə uyğun həm nəqli cümlə, həm sual cümlə, həm də əmr cümləsi düzəldim. İndi məndə yer çatmayacaq. Ona görə özünüz cümlə qurub özünüz yazarsınız. Məsəl üçün, oxumaq gözəldir. Məlumat verdi. Belə yaza bilərsiniz. Sual cümləsinə məsələn, kitab sənindir bu formada. Tətilində, yay tətilində, yay tətilində indi özünüz qurarsınız cümləni. Mən hamısını demiş olmayım. Özünüz nə formada istəyirsiniz, elə qurarsınız. Sonra 5-ci tapşırıqda deyir, uyğunluğu müəyyən edin. Durğu işarələri buraxılıb. Sadəcə biz cümlənin növünü tapacağıq, daha sonra isə birləşdirəcəyik. Baxırıq, görürük, qoca qadın çantasını yerə qoydu. Qoca qadın çantasını yerə qoydu, məlumatdır. Ona görə nəqli cümlə olacaq. Niyə bizimlə gəzməyə gəlmirsən? Niyə sözü varsa avtomatik sual cümləsi olur. Otaqdan çıxarkən qapını ört. Tapşırıq verir. Bu da əmr cümləsi olmur. Olacaq. 6-cı tapşırıqda nöqtələrin yerinə uyğun cümlələr yazın. Yaxşı, Şuşa şəhəri 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunub. Aha, deməli sual belə deyim də, burada sualı yazacaqsınız özünüzdən. Şuşa şəhəri neçənci ildə azad olundu? Yaza bilərsiniz. Burada da cavabı var. Ordumuzun igid əsgərləri Şuşanı azad etdilər. Burada da sualı verib, cavabı isə burada yazılıb. Sualı özünüz yazarsınız. Daha sonra 7-də bizə nə deyir? 7-də bizə deyir ki, əmr cümləsi haqqında doğru fikirlərin qarşısına bunu, səhv fikirlərin qarşısına isə bunu bu işarəni qoyarsınız. Yaxşı, qoyaq. Birinci cümlədə əmr cümlələri istək, xahiş bildirir. Bəli, istək, xahiş bildirir. İstək, xahiş bildirir. Düzdür də. İstək, xahiş bildirir. Tapşırıq da verir. Bəli. Dərsə vaxtında gəl cümləsində əmr mənalı feil işlənmişdir. Gəl, bəli. Tapşırıq verir də, dərsə vaxtında gəl. 3-də deyir, əmr cümlələrinin sonunda sual işarəsi qoyulur. Xeyr, yanlışdır. Əmr cümləsinin qurmaq üçün xüsusi sözlərdən istifadə edilir. Niyə xüsusi sözlərdən istifadə edilir ki? Xeyr, belə bir ifadə, belə bir anlayış yoxdur. 8-ci tapşırıqda isə deyir ki, nəqli cümlə haqqındakı doğru fikirləri işarələyin. Aha, burada sadəcə doğru fikirləri bizdən istəyir. Ona görə də, deməli, nəqli cümlənin sonunda nöqtə qoyulur. Bəli. Gündəlik həyatda istifadə etdiyimiz cümlələrdir. Bəli. Nəqli cümlə həm də nida cümləsidir. Yalandır, yəni səhvdir. Nəqli cümlə məlumat məqsədi ilə istifadə olunur. Bu da yanlışdır. Yaxşı. 9-cu tapşırıqda bizə deyir, verilmiş cümlələrə elə sözlər əlavə edin ki, sual cümləsi yaransın. Sən bizə gələcəksən. Yaxşı. Sən sabah bizə gələcəksən. Sabah. Bunu əlavə edərsiniz cümləyə, cümlənin yerinə bura yazarsınız. Çantan yoxdur. Sənin çantan yoxdur. Cümləni yenidən yazacaqsınız. Anan ilə görüşəcəksən. Sən sabah anan ilə görüşəcəksən. Yazacaqsınız yenidən bura. Daha sonra 10-cu tapşırıq deyir, həm nəqli, həm də sual cümləsi kimi düşünülə bilən 2 cümlə yazın. Yaxşı. Elə anan ilə görüşəcəksən. Anan ilə görüşəcəksən. Nəqli deyir. Ona görə belə deyək də, bir tapşırığı yazacaqsınız, bir cümləni 2 dəfə istifadə edəcəksiniz. Bir nəqli cümlə kimi, bir də sual məqsədi ilə, sual kimi onu yazacaqsınız. Yəni burada cümlə tamamilə sizin öz fikrinizə qalıb, hansı cümlələri qurmağınız. Ona görə də uşaqlar, bugünkü dərsimiz bu qədər. Növbəti izahlarda görüşərik. Videonu bəyəndinizsə bəyənməyi, dostlarınızla bölüşməyi və kanala abunə olmağı unutmayın. Hələlik.